Gələk Türk dünyasına. Aydın, bilirsiniz, siz bizdən ədəbiyyatsız, məlumatınız, itilatınız daha bizdən çoxdur. Türk dünyasında əski türklər ya Turkani Bastanlıların biri Oğuzlar türklər. Ki biz Azərbaycanlılar da Oğuzlar türklərin içində yerləşirik. Oğuz türkləri Qafqaz məntəqəsindən tutub Azərbaycan, Türkmənistan, gələ Anadolu, Türkiyənin şərq hissələrində o zaman Oğuz türklər orada yaşayırmışlar. Oğuz türklər ya əski türklər ki deyək biz, bunların özlərinə məxsus olan bir tarixləri, özlərinə məxsus olan bir yaşayışları, cəngavərlikləri, dilavərlikləri, rəşadətləri, cəsarətləri var imiş. Türklər də ümumiyyətlə indi də elə bu cür cəsarətə, bu cür şəhamətə, bu cür dilavərliklər, bu cür cəngzuruqlara məşhurdular. Mən düşüncəm budur. Türklərin bu tarixlərini, bu şəfahi ədəbiyyatlarını ki, öz el-obalarında nə cür yaşaymışlar, hansı dəblərə, hansı ənənələrə bunlar malik imişlər. Məsəl üçün, uşaqlarına nə təri ad qoyurmuşlar. Ondan sonra cənglərdə bunlar nə təri imişlər. Məxsusən Oğuz türkləri İslama gələndən sonra da bunların öz rabitələri, öz ilgiləri İslam dini ilə daha çoxlaşır. Bunlar öz yaşayışlarında Allaha nə cür inam tapırlar, nə cür inanc tapırlar. Bu məcmuələrin hamısını deyə bildik 10-cu əsrdə, miladi əsrdə ya 11-ci əsrdə bir məcmuələrdə yığışır Dədə Qorqud adına. Dədə Qorqud bir dənə bir qoca kişi idi, bu cür rəvayətlərdə gəlib. Çox bilgili, çox bir həkim, bir şair, ondan sonra millətin qayğısında olan, millətin göstəriş vericisi, müşaviri, çox müxtəlif zamanlarda gəlir bu Oğuz türklərin yaşayışlarını, fərhənglərini, tarixlərini şəfahi dildə gəlir bunlar nəsl-bi-nəsl, yüzlər, illər çəkir. Bunlar gəlir, yayılır. Dədə Qorqud bunların hamısını yığır bir məcmuəyə. Olur, məsələn, Dastanhay Dədə Qorqud, Dədə Qorqud dastanları. Dədə Qorqud dastanları da aydındır. Rəvayətdə görə 12-13 dənə dastan idi ki, bütün Oğuz türklərin dediyim kimi fərhənglərin, dillərini, şəraitlərini orada təmsil edir. Hala istəmirəm o çox dastanlara gedək. Bamsı Beyrək dastanıdır ki, çox məşhurdur bu dastanların içində ki, güya bu Burla Xatuna bir türk kişisi ya cavanı aşık olur, bunu qoymurlar, cənglər olur, neynə. Nəhayətdə xəyanətlərə məruz qalır, gedir bu eşqinə çatır və ona yetişir. Orlu əlbəttə Salur Qazanınkidir. Deyəcəyim mən öyle. Bəli, hala biz o itilat ümumidə ki varımızdır, onu mən ərz edirəm. Ya o birisi, məsələn, Boğaçxan dastanlarında biz oxuyuruq ki, o da bir dənə cavan, bir dənə qəhrəman idi ki, bir dənə boğa ilə mübarizə eləyir, vəhşi inəklə mübarizə eləyir. Dədə Qorqud dastanlarında bunu Boğaç adlandırır. Ya o birisi bir dastanlarda, Qızıl Irmaq dastanında ki, o bir çayın adıymış, orada bir cavan var imiş, məsəl üçün. Bunun atasını düşmənlər əsir eləyir, bu gedir düşmənlərlə mübarizə eləyir və atasını oradan nəcat verir, xəlas eləyir və bu Dədə Qorqudda bunun adı, məsəl üçün gəlir, bu cür adlanır.